Elhamdülillah ve salatu ve selamu ala Resulillah. Eşhedü en la ilahe illallah vahdehu la şerike leh ve eşhedü enne Muhammeden abduhu ve resuluhu. Sahih et-Tergib ve Terhib kitabından 9. fəsil məscidlərə piyada getməyə rəğbətləndirmək və xüsusən də gecə zülmətlərində və məscidlərə piyada getməyin fəziləti haqqında nə varid olmuşdur? Əbu Hureyra deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuşdur. Salatul raculi fil cemaati tuda'afu ala salati fi beyti ve fi suqihi 25 derece. Kişinin cemaatla, yəni məsciddə cemaatla qıldığı namazı evində və bazarında qıldığı namazdan 25 dərəcə üstündür. Və bu da, yəni bu necə olur? Əgər dəstəmaz alar və gözəl dəstəmaz alarsa, sonra məscidə çıxır və onu çıxaran yalnız namaz olarsa, yəni dəstəmaz alıb məscidə gedir və niyyəti də məsciddə namazı qılmaqdır. Yəni kimisə görüşmək üçün, nəysə başqa işi üçün yox, məscidə gedir ki, məsciddə cəmaatla namazı qılmaq üçün. Və onu çıxaran yalnız namaz olar. Atdığı hər addıma bir dərəcəsi qalxar və bir günahı silinər. Namazı qıldısa əgər mələklər onun üçün dua edirlər, nə qədər ki o namaz qıldığı yerdədir və deyirlər ki, Allahümme salli aleyhi, Allahümme erhamhu, Allahım ona salavat ilə, Allahım onu rəhm elə. Allah Teala'nın salavatı insanı tərifləməsidir. Və la yezalu fi salati men tara salat və nə qədər ki namazı gözləyir, namazdakı kimidir. Başqa rivayətdə isə mələklər dua edib deyərlər ki, Allahümme gfir lehu, Allahümme tub aleyhi, Allahım onu bağışla, Allahım onun tövbəsini qəbul et. Nə qədər ki, heç kəsə əziyyət vermir və dəstəmazını pozmamışdır. Və başqa ləfzdə isə deyir ki, mən təvadda fə əhsənə vudu'a, kim dəstəmaz alar və dəstəmazı gözəl alarsa, yəni Allah Resulü sallallahu aleyhi ve sellemin dəstəmaz aldığı kimi alarsa, sonra məscidə gedər, məscidi qəsd edərək, yəni namazı qəsd edərək məscidə gedərsə, فَاِنَّهُ فِي صَلَاتٍ مَا كَانَ يَعْمِدُ إِلَى الصَّلَاتِ nə qədər ki o, yəni namazı qəsd edərək gedirsə, namazdadır. Yəni namazı qəsd edərək namaz üçün evindən çıxan insan namazdakı kimi savab qazanır. وَاِنَّهُ يُكْتَبُ لَهُ بِيَحْتَى خُطْوَتِهِ حَسَنَةٍ və onun attığı 2 addımından birisinə bir həsənət yazılır. Və o birisi digər addımına görə bir pisliyi silinir. Və sizdən birisi əgər iqaməni eşitdisə qaçmasın. فَاِنَّ أَعْظَمَكُمْ أَجْرًا أَبْعَدَكُمْ دَارًا həqiqətən sizlərdən əcri, savabı ən əzəmətli, ən böyük olan evi məsciddən ən uzaq olandır. Dedilər ki, Əbu Hureyra nə üçün belədir? Dedi ki, çoxlu addımlar attığına görə. Və başqa rəvayətdə isə Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, min hine yaxrucu ahadukum min manzili ilə məscidi. Sizdən birisi evindən mənim məscidimə çıxdığı vaxt bir addımı ona bir həsənət yazır, bir addımı isə bir pisliğini silir, evinə qaydana qədər. Yəni insan evindən çıxıb qaydana qədər həm getdiyi addımlar və həmçində məsciddən evinə qayıtdığı addımlara bir addıma bir həsənət yazılır, digər addıma isə bir pislik silinir. Əbu Hureyra deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem buyurmuşdur, sizdən birisi evində dəstəmaz alar, sonra məscidə gələrsə, namazdakı kimidir qaydana qədər. Yəni şərt odur ki, insan evində dəstəmaz alsın və məscidə çıxsın, niyyəti
məsciddə namaz qılmaq olmalıdır. Yəni, başqa iş üçün, başqa niyyətlə yox, məhz namazı qılmaq üçün gedərsə, həm gediş, həm də qayıdışına görə savab yazılır və həmçinin insan gedib, evindən çıxıb ta nəhayət evinə qayıdana qədər namazdakı kimidir. Uqbə ibn Amir deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuşdur. Kişi əgər dəstəmaz alar, sonra məscidə çıxar, yəni namazı qəsd edərək məscidə çıxarsa, onu yəni yazan mələk hər addımına görə 10 həsənət yazar. Və məsciddə oturub namazı gözləyən namazdakı kimi olar, namaz qılanlardan yazılar. Min hinə yaxrucu min beyti hatta yerca eleyhi, yəni evindən çıxıb evinə qaydana qədər. Abdullah ibn Amr radiyallahu anh deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuşdur. Kim cemaatla namaz qılan məscidə çıxarsa, bir addımı bir pislik silər, digər addımı isə bir həsənət yazdılar. Zəhibən və racian, gedəndə də qaydanda da. Yəni, evindən çıxıb məscidə gedən insan həm məscidə gedərkən və həmçinin qayıdarkən hər addıma bir günah silinir və hər addımına da bir savab yazılır. Osman radiyallahu anh deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə dinlə eşitdim. Kim dəstəmaz alar və gözəl dəstəmaz alarsa, sonra fərz namaza yeriyərək piyada gedərsə və imamla namazı qılarsa, onun günahları bağışlanar. Səid ibn Museyyəb deyir ki, ənsarlarda olan bir kişiyə ölüm gəldi. Yəni artıq ölümün əlamətləri gəlib, ölüm ayağındadır. Və deyir ki, mən sizə bir hədis danışacağım. Bu hədisi yalnız Allah Teala'dan savab, mükafat ummaq üçün danışıram. Eşitdim Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurur. Sizdən birisi dəstəmaz alar və gözəl dəstəmaz alarsa, yəni gözəl dəstəmaz deyəndə Allah Resulü sallallahu aleyhi ve sellemin aldığı kimi hər əzanı 3 dəfə yuyaraq və əzaların hamısını su dəyəmək şərti ilə və dəstəmazda da artıq heç nə etməmək, artıq əlavə bir şey eləmədən, nə sayını artırmaq olmaz, 3 dəfədən artıq olmaz, nə də ki, hədislərdə gəlməyən yerləri yumaq da olmaz. Və sonra buyurur ki, وَلَمْ يَضَعْ قَدَمَهُ الْيُسْرَى, yəni sol addımını qoyduqda Allah Teala İzzətli və uca Allah onun bir pisliyini silər. Yəni sağ ayağını qoyduqda, yəni sağ ayağını qaldırdıqda Allah Teala ona bir həsənət yazar və sol ayağını qoyduqda isə Allah Teala onun bir pisliyini silər. فَلْيُقَرِّبْ أَحَدُكُمْ اَوْ لِيُبَاعِدْ, sizdən birisi yaxın etsin, yəni addımlarını və yaxud da addımlarını uzaq etsin. Əgər məscidə gələrsə və cəmaatla namaz qılarsa, onun günahları bağışlanar. Feynətəl məscidə və qad salləv ba'dən, əgər məscidə gələrsə və cəmaat namazın bir hissəsini qılıbsa əgər və bir hissəsi qalıbsa və o da namazın hansı hissəsinə çatıb onu qılarsa və qalanını da özü tamamlayarsa, yenə günahları bağışlanar. Və əgər məscidə gələr, artıq cəmaat namazı qılıb tamamlayıbsa və özü də namazı qılarsa, yenə də günahları bağışlanar. Nə qədər ki, insan məscidə gedir, evində dəstəmaz olaraq məscidə gedir və niyyəti məsciddə cəmaatla namaz qılmaqdırsa əgər, insanın günahları bağışlanır, hətta cəmaat namazına çatmasa belə. Abdullah ibn Abbas deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuşdur. Ətəni leylətə Rabbi, bu gecə Rəbbim mənə gəldi. Yəni Allah Resulü sallallahu aleyhi ve sellem yuxuda ikən görür və Peyğəmbərlərin də yuxusu haqdır. Və bu hədislər də olduğu kimi
ötürülür, qəbul olunur, heç nəyə, məxluqatdan heç bir şeyə bənzətmədən, oxşatmadan. Və sonra deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem mənə dedi ki, ey Muhammed, ətədri fīmə yaxtasimul mələul ə'lə. Bilirsənmi uca toplum və mələklər nə üçün, nə barədə söhbət edib, mübahisə edirlər. Dedim ki, bəli, fiddərəcəti və kəffarat. Dedim ki, bəli, dərəcələr və kəffarələr, günahları silən kəffarələr haqqında və nəqli əqləm ilə cəmaə və cəmaatla namaz qılmaq üçün addım atmaq haqqında və isbəği vudui fissibərat və çətin vaxtlarda, məşəqqətli vaxtlarda, yəni şiddətli soyuq vaxtlarında dəstəmazı gözəl almaq haqqında və intizar-ı salat, bə'də salat və namazdan sonra namazı gözləmək haqqında və kim də bunları qoruyarsa, mühafizə edərsə, xeyirlə yaşayar, xeyirlə ölər və onun günahları bağışlanar anasından doğulduğu gündəyi kimi. Anasının doğduğu gündəyi kimi günahsız, tərtəmiz olar. Əgər insan bu hədisdə deyilənləri edərsə, dəstəmazı gözəl alır, xüsusən də soyuq hava və su soyuq olanda və həmçinin məscidə gedər, məsciddə cəmaatla qılmağı qoruyar, mühafizəkar olarsa. Əbu Hüreyrə deyir ki, Allah Resulü sallallahu aleyhi və səlləm belə buyurmuşdur. Sizdən birisi dəstəmaz alar və dəstəmazı gözəl şəkildə alarsa, sonra məscidə gələr və niyyəti də yalnız namazdırsa, yəni məscidə gəlir namazı qəsd edərək, İllə təbəşbəşəllahu ileyhi kəmə yətəbəşbəşu əhlül qaibi bi tal'atihi. Allah Teala ona sevinər, fərəhlənər, necə ki ev əhlindən birisi uzaqda olub, səfərdə olub, qayıtdığı zaman sevindiyi kimi. Yəni Allah Teala insanın məscidə namaza gəlməsinə fərəhlənir və Allah Teala'nın fərəhlənməsi, Allah Teala haqqında bu hədislərin zikr olunması, Allahın sifətləri haqqında Əhl-i-Sünnənin etiqadı odur ki, bu sifətlər olduğu kimi qəbul olunur, məxluqatdan heç birinə bənzədilmədən, inkar edilmədən. Cabir radiyallahu anh deyir ki, Xalətil buqa'u havləl məscidi. Məscidin yanında, məscidin ətrafında bir yer boşaldı və Bənu Sələmə qəbiləsi, yəni Səlimə oğulları istədilər ki, məscidə yaxın yerə köçsünlər. Yəni onların yaşadıkları yer məsciddən uzaq idi. Məsafə uzaq olduğu üçün gecənin zülmət qaranlığında və həmçinin yağış yağdığı vaxt çətinlik çəkirdilər, məscidə gələ bilmirdilər, hava soyuq olanda, yağışlı olanda və istəyirlər ki, məscidə yaxın yerə köçsünlər. Və bu da Allah Resulü sallallahu aleyhi ve sellemə xəbər çatır və onlara deyir ki, mənə çatıb ki, siz məscidə yaxın bir yerə köçmək istəyirsiniz. Və Səlimə oğulları deyirlər ki, bəli ya Resulallah, artıq bunu istədik etməyə. Və Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, ey Bənu Səlimə, diyarakum tuktəb əthərukum. Ey Səlimə oğulları, yerinizdə qalın, sizin izləriniz, addımlarınız yazılır. Diyarakum tuktəb əthərukum. Yenə təkrarlayır və deyir ki, yerinizdə qalın, izləriniz, addımlarınız yazılır. Və onlar da dedilər ki, Səlimə oğulları, mə yəsurrunə ənnə kunnə təhəvvəlnə. Deyir ki, yəni bizim oraya köçməyimiz, yəni məscidə yaxın bir yerə keçməyimiz heç bizi sevindirməzdi. Yəni bu hədisi eşitdikdən sonra Allah Resulü sallallahu aleyhi ve sellem'dən onlar məscidə yaxın bir yerə köçməyi istəmirlər. Yəni addımlarının yazılmasına görə. Nə qədər çox addım atırsa, bir o qədər insana savab, mükafat yazılır və günahlar silinir.
Başqa rəvayətdə isə deyir ki, İnnə ləkum bi kulli xutvatin dərəcə. Sizin hər bir addımınıza görə sizin üçün bir dərəcə yazılır. Abdullah ibn Abbas deyir ki, Kənətil ənsaru bəidətən mənazilihim minəl məscid. Ənsarların yaşadıkları yer məsciddən uzaq idi. Və istəyirlər ki, onlar məscidə yaxın bir yerə köçsünlər və Allah Teala bu ayəni nazil edir. Yasin surəsinin ayəsi Və nəktubu mə qəddamu və ətərəhum. Biz onların təqdim etdiyi əməlləri və izlərini yazırıq. Və onlar bu ayəni eşitdikdən sonra yerlərində qalırlar, yəni köçmürlər. Əbu Hurayra deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuşdur. Əl-əb'adu fəl-əb'adu minəl məscidi ə'adamu əcran. Məsciddən daha uzaq olan əcri, savabı daha əzəmətli, daha böyük olandır. Yəni, insan nə qədər məsciddən uzaq yaşayırsa, əgər məscidə gəlib gedirsə, onun savabı, mükafatı, əcri daha çoxdur. Əbu Hurayra deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuşdur. İnnə a'zamən nəsi əcran fis-salati əb'aduhum ileyhə məmşən. Həqiqətən insanların namazda savabı, əcri ən əzəmətli olanı məsciddən ən uzaq olanıdır. Yəni, piyada ən uzaq yerdən gələni kimdirsə, savabı, mükafatı ən əzəmətli olan odur. وَالَّذِي يَنْتَظِرُ الصَّلَاةَ حَتَّى يُصَلِّيَهَا مَعَ الْإِمَامِ. O kəs ki, namazı gözləyir, imamla bərabər namazı qılana qədər. اَعْظَمُ اَجْرًا مِنَ الَّذِي يُصَلِّيهَا ثُمَّ يَنَامُ. Yəni, namazı yaşadığı yerdə, evində qılıb sonra yatan insandan əcri əzəmətlidir. Savabı daha böyükdür. O kəs ki, məsciddə gözləyir, imamla bərabər namazı qılıb bitməsini. Yəni, bunun savabı, bunun əcri daha böyükdür. Evində namazı qılıb yatan insandan. Ubey ibn Ka'b deyir ki, ənsarlardan bir kişi var idi. Yəni, məsciddən evi ən uzaq olan oydu. Və deyir ki, mən məsciddən evi daha uzaq olan ondan başqasını bilmirəm. Kənət lə tuxti'uhu salatun. Yəni, heç bir namazı ötürməzdi. Məsciddə cəmaatla heç bir namazı ötürməzdi. Yəni, o dövr üçün, hansı ki, yol nişanələri yox, yolda asfalt yox, işıqlar yox, yəni heç bir namazı buraxmazdı. Xüsusən də sübh namazı və işa namazı. Və ona deyilir ki, لَوْ اِشْتَرَيْتَ حِمَارًا تَرْكَبُهُ فِي الظَّلْمَاءِ وَفِي الرَّمْدَاءِ. Ona deyirlər ki, bəlkə bir uzunqulaq eşək alasan ki, zülmət gecə qaranlıqlarında və şiddətli istidə, hansı ki, ayaqlar yanan isti vaxtı eşəyə, uzunqulağa minib gələsən. Və o kişi deyir ki, mə yəsurruni ənnə mənzili ilə cəmbil məscidi. Demək istəmərəm ki, mənim evim məscidə yaxın olsun. İnni uridu ən yuktəbəli məmşəyə ilə məscid. Mən istəyirəm ki, mənim məscidə getməyim, məscidə piyada getməyimə görə, addımlamağıma görə mənə savab yazılsın. Və məsciddən qayıtmağıma görə, hər addıma görə savab yazılsın. İzə raca'tu ilə əhli, ailəmə qayıtdığım vaxt. Və Allah Resulü sallallahu aleyhi ve sellem bunu eşidir və deyir ki, قَدْ جَمَعَ اللّٰهُ لَكَ ذَٰلِكَ كُلَّهُ. Allah Teala bütün bunları sənin üçün cəm etdi. Yəni, istədiyin niyyətini Allah da sənə verdi. Başqa ləfsdə, başqa rəvayətdə isə deyir ki, Ubey ibn Ka'b deyir ki, فَتَوَجَّعْتُ لَهُ. Onun üçün mən ağrıdım, yəni ona yazığım gəldi. Çünki çətindir, məşəqqətlidir. O dövr üçün gecə qaranlıqda, yağışda, soyuqda məscidə gəlib getmək çətindir. Dedim ki, ey filan kəs, yəni bəlkə uzunqulaq alasan,
səni şiddətli istidən qoruyar və yerin həşəratlarından. Çünki gecədir, qaranlıqdır, müxtəlif həşəratlar var. Və o kişi dedi ki, əmə vallahi mə uhibbu ənə beyti matinnətun bi beyti Muhammedin sallallahu aleyhi ve sellem. Deyir ki, mən isə Allaha and olsun ki, heç istəməzdim ki, mənim evim Muhammed sallallahu aleyhi ve sellem evinə yaxın olsun. Və bu sözünə görə Ubey ibn Ka'b deyir ki, bu mənə ağır gəldi bu sözü. Və nəhayət Allah Resulü sallallahu aleyhi ve sellem yanına gəldim və ona xəbər verdim o kişinin dediklərindən. Və Allah Resulü sallallahu aleyhi ve sellem kişini çağırdı və ona dedi ki, yəni soruşdu ki, nədir dediyin şey? Və o kişi də Allah Resulü sallallahu aleyhi ve sellemə dediyi sözləri təkrar olaraq dedi. Və dedi ki, mən attığım addımlara görə əcr, savab umuram. Və Allah Resulü sallallahu aleyhi ve sellem dedi ki, İnnələkə məhtəsəbdə, sənin üçün umduğun, istədiyin nə varsa o da sənin üçün yazılıb. Əbu Hurayra dedi ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuşdur. Kullu sulama minen nasi aleyhi sadaqatun kulle yevmin tatlu fi şems. Günəşin doğduğu hər gündə insanların bədənindəki hər bir oynağa görə sədəqə düşür. Yəni, insan bədənində nə qədər oynaq, nə qədər sümük varsa, onların sayı qədər hər gün sədəqə vermək insan üzərinədir. Və başqa hədislər də var ki, hansı ki Allah Resulü sallallahu aleyhi ve sellem insanın bədənindəki oynaqların 360 dənə olduğunu bildirir. Və sonra Allah Resulü sallallahu aleyhi ve sellem yəni sədəqələrin növlərini açıqlayır və deyir ki, 2 nəfərin arasını islah etmək sədəqədir. Kişiyə miniyinə minməyə və yaxud da yükünü miniyə qaldırıb qoymağa kömək etməyin sədəqədir. Gözəl kəlimə sədəqədir. Namaz üçün attığın hər bir addım sədəqədir. Yolda insanlara əziyyət verən hər hansı bir şeyi götürməyin sədəqədir. Əbu Hurayra deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuşdur. Mən sizə elə bir şey bildirim, xəbər verimmi ki, onunla Allah Teala sizin günahlarınızı silir və dərəcələrinizi qaldırır. Dedilər ki, bəli ya Resulallah, dedi ki, çətin vaxtlarda, məşəqqətli vaxtlarda gözəl dəstəmaz almaq, məscidlərə çoxlu addımlar atmaq və namazdan sonra namazı gözləmək. Və bu da ribat, yəni keşikdir və bu da ribat keşikdir. Bu da ribattır, keşikdir. Yəni Allah Resulü sallallahu aleyhi ve sellem 3 dəfə təkrarlayır ki, namazdan sonra namazı gözləmək insan üçün, yəni sanki düşmənlə müsəlmanlar arasındakı postda, keşikdə durmasıdır. Sanki keşikdə durur insan. Keşikdə duran insanın savabı, mükafatı olduqca böyükdür və namazı gözləyən insana da bu cür savab, mükafat yazılır. Başqa ləfzdə isə Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, Kəffaratul xataya isbağul vuduy aləl məkari. Günahların kəffarəsi odur ki, çətin vaxtlarda gözəl dəstəmaz almaq. Yəni soyuq, şiddətli soyuqdur, isti suda yoxdur. İnsan dəstəmazı gözəl alır. 3 dəfə yuyur hər orqanı, hər üzvü və tam şəkildə. Və sonra buyurur ki, İ'malul əqdəm iləl məsəcid. Ayaqları məscidlərə tərəf aparmaq. Yəni məscidlərə yeriyərək getmək. İnsanın günahlarını silir. Vantidarus salat ba'da salat və namazdan sonra namazı gözləmək. Əbu Said Əl-Xudri deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem buyurmuşdur, Ələ ədullukum alə mə yukəffirullahu bil xataya. Sizə elə bir şey bildirimmi ki, Allah da onunla sizin günahlarınızı silir və dərəcələrinizi qaldırır. Dedilər ki, bəli ya Resulallah və həmən hədisi Allah Resulü sallallahu aleyhi ve sellem zikr elədi. Ali ibn Əbi Talib deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem buyurmuşdur,
İsbağul vudu'i fil məkərih. Çətin vaxtlarda gözəl dəstəmaz almaq və məscidlərə addımla piyada getmək və namazdan sonra namazı gözləmək günahları silib aparır. Əbu Hureyra deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuşdur. Kim səhər məscidə gedərsə və yaxud da axşam, Allah Teala onun hər dəfə getməsinə görə cənnətdə ona bir ziyafət hazırlayar. Yəni, insan məscidə gedirsə səhər və yaxud da axşam, hər gedişinə görə Allah Teala onun üçün cənnətdə bir ziyafət hazırlayır. Və bu da müsəlman üçün şərəf olaraq, fəzilət olaraq kifayətdir. Burayda radiyallahu anh deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuşdur. Zülmət qaranlıqlarda piyada məscidlərə gedənləri qiyamət günü tam bir nurla müjdələ. Qiyamət günü hansı ki, o gün şiddətli zülmət olacaq, lakin məscidlərə piyada gedənlərə Allah Teala nur verəcəkdir. Əbu Hureyra deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuşdur. İnna Allaha le yudi'u lillezine yetehallelune ila'l mesacidi fi'z-zulami bi nurin sati'in yevmel kıyame. Yəni zülmət gecə qaranlıqlarında məscidlərə gedib gələnlərə Allah Teala qiyamət günü parlaq bir nur verəcəkdir. Yəni onların çoxlu piyada getdiklərinə görə, yəni kim daim, davamlı şəkildə çoxlu piyada məscidə gedirsə, qiyamət günü Allah Teala nur verəcək. Amma o insan ki, hərdən gedir, yəni düşəndə gedir, nəysə, həvəsinə düşəndə gedir, bu fəzilət o insan üçün olmur. Fəzilət o kəsb üçündür ki, o insan davamlı şəkildə bunu edir. Niyyəti daim məscidlərə piyada getməkdir. Əbu Dərdə deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem elə buyurmuşdur. Mən məşə fi zulmətil leyli il məscid. Kim zülmət qaranlıqda məscidə gedərsə, qiyamət günü Allah Teala ona nur verər. Allah Teala onu nurla qarşılayar. Başqa ləfzdə isə deyir ki, mən məşə fi zulmətil leyli ilə məsəcid. Kim gecənin zülmətində məscidlərə piyada gedərsə, ətəhullahu nuran yevməl qiyamə. Allah qiyamət günü ona nur verər. Başqa ləfzdə isə Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurur. Zülmət qaranlıqda məscidlərə piyada gedənləri qiyamət günü tam bir nurla müjdələyin. Əbu Umamə deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem elə buyurmuşdur. Kim evindən dəstəmaz alaraq fərz namaza çıxarsa, kim evindən dəstəmazlı şəkildə fərz namaz üçün məscidə çıxarsa, onun əcri, savabı ehramlı həc edənin savabı kimidir. Yəni ehrama girib həc edən insanın savabı kimidir. O mən xaraca ilə təsbih duha və kim də evindən çıxır duha namazını qılmaq üçün, yəni onu evindən çıxaran ancaq bu olarsa, evindən çıxır yalnız məscidə geçsin duha namazı qılmaq üçün. Onun əcri savabı ümrə edənin savabı kimidir. Və salatun alə əthəri salat və namazdan sonraki namaz arasında əgər lağlağı, faydasız, boş şey yoxdursa, kitabun fi illiyində yazılır. Yəni insanın adı illiyində, yəni cənnət əhlinin adı, siyahısı olan kitaba yazılır. O insan ki, məsciddə namazı qılır və sonra digər namazı gözləyir və arada lağlağı, faydasız, boş şeylərlə məşğul olmursa, onun adı cənnət əhlinin adları olan siyahıya yazılır.
Ve həmçinin başqa hədisdə Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurur. Thalathatun kulluhum damin alallahi. Üç şəxs var ki, hamısı Allah Teala öz üzərinə zəmanət götürmüşdür. Əgər yaşayarsa ruzilənər və ona kifayət olunar. Əgər ölərsə Allah onu cənnətə daxil edər. Üç şəxsdir. Mən dəxələ beytəhu fəsəlləm. Kim evinə daxil olub və salam verərsə, evə girdikdə salam verər. Allah üzərinə zəmanət olar ki, əgər yaşasa Allah onu ruzləndirər, ona kifayət edər, onu qoruyar və əgər ölərsə cənnətə daxil olar. Və mən xaraca ilə məscid və kim də məscidə çıxarsa, kim evindən məsciddə cəmaat namazı qılmaq üçün çıxarsa, Allah üzərinə zəmanət olar ki, əgər yaşasa Allah onu ruzləndirər, ona kifayət edər, ölsə cənnətə daxil edər. Və kim də, üçüncüsü isə kim Allah yolunda döyüşə çıxarsa, Allah üzərinə zəmanətdir. Səlmən radiyallahu anh deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuşdur. Kim evində dəstəmaz alar və gözəl dəstəmaz alarsa, sonra məscidə çıxarsa, o Allahı ziyarət edəndir. Və haqqun aləl mazuri ən yukrimə zəira və ziyarət olunanın üzərinə bir haqdır ki, ziyarət edənə ikram eləsin. Yəni, Allah Teala öz üzərinə bir haqq götürmüşdür ki, kim məscidə cəmaat namazı qılmaq üçün gedirsə, sanki Allahı ziyarət edəndir və Allah Teala da ona ikram edəcəkdir. Əbu Hurayra deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuşdur. Əhabbul biladi ilallahi Teala məsaciduhə. Uca Allaha ən sevimli yerlər məscidləridir. Və əbğadul biladi ilallahi əsvaquhə. Və Allaha ən qəzəbli yerlər bazarlardır. Cübeyr-i Mut'im deyir ki, bir kişi dedi ki, ey Allah'ın elçisi, Allaha ən sevimli yer hansıdır? Və Allaha ən qəzəbli yer hansıdır? Allahın ən qəzəbinə gələn yer hansıdır? Və Allah Resulü sallallahu aleyhi ve sellem dedi ki, bilmirəm, nəhayət Cəbrail mələkdən soruşana qədər. Və deyir ki, Cəbrail mələk ona gəldi və xəbər verdi ki, Allaha ən sevimli, ən yaxşı yerlər məscidlərdir. Və Allaha ən qəzəbli yerlər isə bazarlardır. Yəni, məscidlər ibadət yerlərdir və Allah üçün ən sevimli yerlərdir. Bazarlar isə günahların çox olduğu yerlər olduğu üçün. Bazarlarda günahların hər birisi cəm olur. Və ona görə də bazara girib, bazar zikri, bazar duası edən insan üçün olduqca böyük mükafat, böyük əcr və savab vardır. Çünki bazar qəflət yeridir, insan qafil olur, qəflətə düşür və kim də o qəflət yerində o zikri etməyə müvəffəq olarsa, onun əcri savabı böyük olar. Allah Teala'dan istəyirəm ki, Allah Teala bizi eşidib yaxşısına tabi olanlardan etsin. Və Allah Teala bizi öz dinində sabit etsin. Allah sizə də bərəkət versin. Subhanəkə Allahumma və bihamdik. Əşhədu ən la ilahə illə əntə əstəğfiruka və etûbu ileyk.